Yeni sosial şəbəkədə bir dənə tendensiya görmüşəm. Çünki onlar sosial şəbəkədə olduqları kimidir. Yəni ki, saxta bir profil yaratmayıblar. Nə bilim, hər gün qalxıram, ancaq bir litr su içirəm, nə bilim, kofe ilə günə başlaya bilmirəm. Kimi dırnaq arası, ancaq xoşbəxtəm, happyəm, gəzirəm kimi belə şeylərlə ortalığa saxta fake görüntü atmayan insanlar deyil. Yəni təbiidirlər onlar kədərli anlarında, nə bilim, ondan sonra sevinçli anlarında olduğu halda paylaşırlar. Bu insanlara qarşı ciddi mənada qısnama var. Bullyingə məruz qalırlar və çox pis sözlər işlədilir. Düzdür, yəni o sosial şəbəkədə pis mənada rəylər hamıda olur. Amma bu insanlara qarşı bir mənalı olaraq belədir, yəni. İnsanlar məncə sosial şəbəkədə öz yaşaya bilmədikləri həyatı insanlarda görürlər və bir gün özlərini xəyali olaraq, utopik olaraq təxmin edirlər və kimsə sosial şəbəkə aləmində bu onların xəyal dünyasını pozanda spesifik bir aqressiya yaradır onların